Yeni yasamalda 2 otaqdan 3 otağa düzəlmə yeni tikili binada kubcalı mənzil təcili olaraq çox ucuz qiymətə satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın 14 mərtəbəli binanın 5-ci mərtəbəsində. Ümumi sahəsi 70 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə, tam təmirli, sənədi kubcu olan, qazlı suyu, işığı daimi olan, liftləri yeni və işlək vəziyyətdə olan, yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olan bir binada yerləşir. Təcili olaraq satışa çıxarılıbdır, sənəd kubcadır, ipotekaya yararlıdır. Videomuzu sona dək izləyin ki, qiyməti haqqında da xəbərdar olasınız. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində. Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın, Albalı uşaq bağçasının yaxınlığında yeni inşa olunmuş 14 mərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 70 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə, tam təmirli, sənədi kubcu olan, qazlı suyu, işığı daimi olan, liftləri yeni və işlək vəziyyətdə olan bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Mənzilin qiyməti 165 min manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.